Salam everyone, welcome back to Learn Azerbaijan today. In today's episode, we will do shadowing, and I think you know what's shadowing. There is some lines. I will tell my line, and then you will tell your line, and we'll do vice versa. But before we get started, I want to mention our one-on-one Azerbaijan lessons. If you're interested in personalized language instruction, please check out the first link in description below to apply and see if our lessons are the right fit for you. So let's get started. Salam, çoxdandır səni görmürəm. Salam, çoxdandır səni görmürəm. Salam, çoxdandır səni görmürəm. Salam, çoxdandır səni görmürəm. And you go. Bəs necəsən? Həyat necə gedir? Necəsən? Həyat necə gedir? Necəsən? Həyat necə gedir? Mən də yaxşıyam. Yeni layihələr üzərində işləyirəm və biraz məşğulam. Mən də yaxşıyam. Yeni layihələr üzərində işləyirəm və biraz məşğulam. Mən də yaxşıyam. Yeni layihələr üzərində işləyirəm və biraz məşğulam. Bəli, hər gün gedirəm. Sən də gəlmək istəyirsən? Bəli, hər gün gedirəm. Sən də gəlmək istəyirsən? Bəli, hər gün gedirəm. Sən də gəlmək istəyirsən? Razıyam. Bəlkə sonra bir qəhvə içək. Uzun danışmaq lazımdır. Razıyam. Bəlkə bir kofe içək. Uzun danışmaq lazımdır. Razıyam. Bəlkə bir kafe də içək. Uzun danışmaq lazımdır. Razıyam. Bəlkə bir kafe də içək. Uzun danışmaq lazımdır. Görüşərik. And let's do vice versa. Hə, mən də sənin üçün darıxmışdım. Hə, mən də sənin üçün darıxmışdım. Hə, mən də sənin üçün darıxmışdım. Yaxşıyam, iş çoxdur, amma idarə edirəm. Sən nə işlə məşğulsan? Yaxşıyam, iş çoxdur, amma idarə edirəm. Sən nə işlə məşğulsan? Yaxşıyam, iş çoxdur, amma idarə edirəm. Sən nə işlə məşğulsan? Səhərlər qaçışa çıxırsan elə də. Səhərlər qaçışa çıxırsan elə də. Səhərlər qaçışa çıxırsan hələ də. Səhərlər qaçışa çıxırsan elə də. Əla olar. Bəlkə bu həftə sonu bir yerə gedək. Əla olar. Bəlkə bu həftə sonu bir yerə gedək. Əla olar. Bəlkə bu həftə sonu bir yerə gedək. Əla. O zaman görüşərik. Əla. O zaman görüşərik. Əla. O zaman görüşərik. And that's all. I hope you enjoyed and learned something. So if you're interested in personalized language instruction, please check out the first link in the description below to apply and see if our lessons are the right fit for you. Don't forget to like, share and subscribe for more learning tips. Sağ olun, görüşərik.
Salam everyone, welcome back to Learn Azerbaijan today. In today's episode, I will talk about pharmacy shopping. But before we get started, I want to mention our one-on-one Azerbaijan lessons. If you're interested in personalized language instruction, please check out the first link in the description below to apply and see if our lessons are the right fit for you. Let's get started. It will be also, I want to mention that it will be like a conversation. Salam, başım ağrıyır. Mənə dərman verə bilərsiniz? Salam, başım ağrıyır. Mənə dərman verə bilərsiniz? Which means, hello, I have a headache. Can you give me some medicine? Can you give me some medicine? I have a headache. Can you give me some medicine? Which means, salam, başıma ağrıyır. Mənə dərman verə bilərsiniz? Salam, sizin reseptiniz var? Salam, sizin reseptiniz var? Salam, sizin reseptiniz var? Means, hello, do you have a prescription? Do you have a prescription? Sizin reseptiniz var? Yox, sadəcə reseptsiz dərman istəyirəm. Yox, sadəcə reseptsiz dərman istəyirəm. Yox, sadəcə reseptsiz dərman istəyirəm. Which means, no, I just want over-the-counter medicine. I just want over-the-counter medicine. Oldu. Onda sizə bu dərmanı tövsiyə edə bilərəm. Ağrı üçün effektlidir. Oldu. Onda sizə bu dərmanı tövsiyə edə bilərəm. Ağrı üçün effektlidir. Which means, okay, then I can recommend this medicine. It is effective for pain. It's effective for pain. I can recommend this medicine. It's effective for pain. Sağ olun. Mən bunu gündə neçə dəfə qəbul etməliyəm? Sağ olun. Mən bunu gündə neçə dəfə qəbul etməliyəm? 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 Means, thank you. How many times a day should I take it? How many times a day should I take it? How many times a day should I take it? Gündə 2 dəfə səhər və axşam yeməkdən sonra. 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 Which means twice a day after breakfast and dinner. Twice a day after breakfast and dinner. Yaxşı. Başqa yan təsirləri var? Başqa yan təsirləri var? Başqa yan təsirləri var? Which means, okay, does it have any side effects? Does it have any side effects? Does it have any side effects? Başqa yan təsirləri var? Yan təsir means side effects. Başqa yan təsirləri var? Əsasən yoxdur, amma çox qəbul etməyin. Əsasən yoxdur, amma çox qəbul etməyin. Əsasən yoxdur, amma çox qəbul etməyin. Amma çox qəbul etməyin means mostly no, but don't take too much. Don't take too much. Amma çox qəbul etməyin. Don't take too much. Çox sağ olun. Mən bu dərmanı götürürəm. Çox sağ olun. Mən bu dərmanı götürürəm. Çox sağ olun. Mən bu dərmanı götürürəm. Mən bu dərmanı götürürəm. Means thanks, I'll take this medicine, or thank you very much. I'll take this medicine.
I'll take this medicine. Mən bu dərmanı götürürəm. I'll take this medicine. Buyurun, keçmiş olsun. Buyurun, keçmiş olsun. Buyurun, keçmiş olsun. Which means, here you go. Get well soon. Get well soon. Get well soon means geçmiş olsun. Geçmiş olsun. Get well soon. And that's all. I hope you enjoyed and learned something. If you're interested in personalized language instruction, please check out the first link in description below to apply and see if our lessons are the right fit for you. And also don't forget to like, share and subscribe for more learning tips. Sağ olun and görüşene dek.